Salam, deməli danışırıq Ərdəbil hakimliyi haqqında. 13-cü əsrdə Sufi dərviş təriqətini Ərdəbildə Şeyx Səfiyyəddin yaratmışdır. Səfəvilər Şiəlik təriqətini təbliğ etmişdilər. Şeyx Səfiyyəddindən sonra hakimiyyətə gəlir Şeyx Cüneyd. Şeyx Cüneydin deməli türk tayfaları olan Ustazlı, Şamlı, Rumlu, Zülqədər tayfalarını öz ətrafına toplayıb nüfuzun artması Qaraqoyunlu Cahanşahı narahat edir, onu Ərdəbil torpaqlarını tərk etməsini tələb edir. Tərk etsə də sonradan gəlir. 1460-cı ildə Samur sahilində Qaraqoyunlu Cahanşah və Şirvanşah 1-ci Xəyrullah Şeyx Cüneydi öldürürlər. Şeyx Cüneyddən sonra hakimiyyətə gəlir Şeyx Heydər. Şeyx Heydəri hakimiyyətə gətirən Uzun Həsən olmuş. Eyni zamanda Ağqoyunlularla qohumluq münasibətində olmuşdur. Şeyx Heydər Uzun Həsənin qızı ilə evlənmişdir. 1470-ci ildə Ərdəbildə Səfəvilərin irsi taxtına Şeyx Heydər əyləşir. Şeyx Heydər 1483 və 87-ci ildə Şirvan Dağıstana yürüş edib qalib gəlsə də, 1488-ci il Şahdağ döyüşündə Ağqoyunlu Yaqub Padişah və Şirvanşah Fərrux Yasar tərəfindən öldürülür. Uşaqları isə həbs olunurlar. Sonrakı dövrdə Ağqoyunlu Rüstəm Mirzə Sultan Əlini həbsdən çıxarır. Sultan Əli Ərdəbil şeyxi olur. O nüfuzun artması yenidən 1494-cü il Şəməsi döyüşündə Rüstəm Mirzə tərəfindən onun məğlubiyyətə uğramasına səbəb olur. Sonuncu Səfəvi şeyxi olur Şeyx İsmail. İsmail deməli müəyyən yaş həddinə qədər Gilanda, Lahicanşahlıqda gizlədilir. Müəyyən yaşa gələndən sonra tayfaları öz ətrafına toplayır. 1500-cü il Ərzincan müşavirəsində qərar alınır ki, Şirvanşah Fərrux Yasar üzərinə hücum etsin, çünki atasının qisasını almalı idi. 1500-cü il Cavanı döyüşündə Şirvanşah Fərrux Yasarı öldürərək atasının qisasını almış. 1501-ci ildə isə Bakını tutmuşdur. 1501-ci ildə Şərur döyüşündə Ağqoyunluların birinci qolunun rəhbəri Əlvən Mirzə öldürülür, məğlubiyyətə uğrayır və Səfəvilər dövləti 1501-ci ildə yaranmışdır. Ərdəbil hakimliyi mövzusu bundan ibarət idi. Sağ olun.